Paşinyanın taxtı sirkələnir. Rusiya İrəvanı çalxalayacaq planlar qurdu. Ermənistanda casus şoku. Ermənistan üçün son zamanların ən məşhur deyimləri bulardı. Rusiya casusu, Türkiyə agenti, Azərbaycan casusu. Mayın 5-də Ermənistan parlamentinin sədri Alen Simonyan keçmiş prezident Robert Köçəryanı Rusiyaya casusluqda ittiham edib. Simonyan jurnalistlərə bildirib ki, onun əlində casusluqla bağlı müvafiq faktlar yoxdur. Ancaq o siyasətçidir, keçmiş prezidentdir, onun rəhbərlik elədiyi Ermənistan blokunun nümayəndələri tərəfindən səsləndirilən tezislərin təhlili əsasında siyasi bəyanat verir. Sədrin qiymətləndirməsinə görə bu tezislər Rusiyanın mövqeyi ilə üst-üstə düşür. Bu fonda o, Gümrünün yeni meri Vardan Qukasyanın Belarus nümunəsində Ermənistanın ittifaq dövlətinə qoşulması üçün çıxış elədiyini xatırladı. Buna əsaslanaraq o, Köçəryanı Rusiyanın maraqlarına xidmət edən siyasi xadim hesab elədiyini söyləyib. O, həmçinin şimal qonşusu tərəfindən Ermənistana qarşı hibrid müharibənin olduğunu və bunun 2026-cı ildə güclənəcəyini bildirib. Kütləvi informasiya vasitələrinin dəqiqləşdirici sualına cavab olaraq Simonyan vəsaitlərin Rusiyadan gəldiyini deyib. Jurnalistlər Köçəryanın casusluqda ittiham edilməsinə cavab olaraq Simonyanı müxalifətin bəyanatlarına görə Bakı və Ankaranın maraqlarına xidmət edən Paşinyan və hakim komandaya qarşı oxşar ittihamları şərh eləməsini xahiş ediblər. Simonyan bunun subyektiv iddia olduğunu bildirib. Deyib ki, Azərbaycan prezidenti proseslərdən və İrəvanın onun tələblərini yerinə yetirməməsindən narazıdır. Bu isə sizin dediklərinizə ziddir. Parlament sədrinə Azərbaycanın uzun müddətli Ermənistandan konstitusiyasına dəyişiklik eləməyi, oradan müstəqillik bəyannaməsinə istinadı çıxarmağı tələb etdiyini xatırladıblar. Ermənistan rəhbərliyi baş nazirin simasında da bildirib ki, bəyannamə konstitusiyada olmamalıdır. Simonyan cavabında bildirib ki, Ermənistan rəhbərliyini kapitulyasiyada və güzəştə getməkdə ittiham edən şəxslər rəsmi İrəvanı yeni təcavüzə səbəb ola biləcək ehtiyatsız hərəkətlərə sövq eləyirlər. Jurnalistlərlə yaranan bu polemikadan da görünür ki, Alen Simonyan Köçəryana Rusiya maraqlarının xidmətçisi ittihamı elədiyi kimi ona və Paşinyana da sətiraltı olaraq Azərbaycanın istəklərinin ifaçısı damğasını vurur. Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisi parlament sədri Alen Simonyanın ittihamlarına kəskin reaksiya verib. Köçəryanın ofisinin rəhbəri Baqrat Nikayan cavab olaraq Alen Simonyana istehza ilə Erdoğanın kitabını götürüb sakitləşməyi məsləhət görüb. Simonyan Azərbaycan yefreytor casus və Türk agenti statusuna malikdir. Onun bəyanatlarını şərh eləmək hər erməni üçün alçaldıcıdır. Azərbaycan torpaqlarını işğaldan azad elədikdən sonra Nikol Paşinyanın komandası casus ovuna çıxmışdı. Bir neçə il öncə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ölkə ərazisində xarici agentura şəbəkəsinin fəaliyyətinin qarşısının alındığına dair xəbərlər yayılmışdı. Onda dövlətə xəyanətdə şübhəli bilinən 19 nəfər saxlanılmışdı. Nikol Paşinyan 2 il öncə orduda 5-ci kolona son qoyduqlarını bildirmişdi. Baş nazirin 5-ci kolon dedikdə Rusiya amilini nəzərdə tutduğu da istisna edilmir. Çünki Ermənistan silahlı qüvvələri ənənəvi olaraq Rusiyanın təsiri altında olub. Odur ki, Simonyanın dediklərində həqiqət var. Köçəryan daim Rusiyanın maraqlarına xidmət edib. Putin onu dostum adlandırıb. Cəmiyyətdəki qütbləşmənin bir tərəfi Rusiya yönümlülər, yaxud Rusiyaya xidmət edənlər, ən sadəsi Rusiya casuslarından ibarət isə o biri tərəfdə Qərb, Avropa yönlülər, ən yaxşı halda Sorosun yetişdirmələri, uşaqları durur. Bu bölgü daha çox 2026-cı ildə keçirilməsi nəzərdə tutulan siyasi kampaniya, parlament seçkilərinə hazırlıqdan sayılır. Yaxın zamanlarda isə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana səfəri gözlənilir. Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər, Müdafiə nazirləri və Təhlükəsizlik Şurası katiblərinin birgə iclasında iştirak eləməyəcək. Odur ki, Rusiya xidmətçilərinin və ya emissarlarının gələn il Ermənistanda mövsümü başlayacaq. Göstərdiyimiz nümunələr isə bu kampaniyaya hazırlıq, yaxud məşqdir. Sədrəddin İsmailov, Leyla Mehdi qızı, Report.